Neçə gün idi dostlar, ürəyimdən pizza yemək keçirdi. Belə özüm pizza yeməyi dəhşət xoşlayanam. Və bu gün qərarı aldım ki, gedim bir dənə biz Gəncəlilər demişkən belə səliqəli yerdə oturum pizza yeyim. Görək buradakı pizzalar necə dadır. Bu günə qədər yediyim ən dadlı pizzanı Bosniya-Hersegovinada olanda yemişdim. Və həmin yeri işlədən adam da deyirdi ki, yəni Bosniyanın ən dadlı pizzası məhz burada verilir. Dadı çox mükəmməl idi. İndi Dubayda ilk pizza təcrübəmdir. Görək nə olacaq. Çox pizzanın arasında qaldım dostlar. Axırda bunu sifariş elədim. Hawaiian pizza açığı deyim heç vaxt yeməmişəm. Ofisiantdan soruşdum ki, hansını məsləhət görərsən. O da dedi ki, mən ən çox burada onu yeyirəm və onu xoşlayıram. Dedim, sən xoşlayırsansa, onda yəqin mən də xoşlayaram. Gəlin pizzanı gözləyənə qədər sizə bir dənə anekdot danışım. Amma ya da danışmayayım, çünki əgər maraqsız olsa, kommentlərdə mən linç eləyəsiniz. Deməli, pizzamız da gəldi, Pepsi də yanında. Görək nə çıxacaq ortaya. Maraqlı bir şey oxşur. Dostlar, göz haqqınıza halal eləyim. Mən bir dənə bunu yeyeyim. Axırda deyərəm sizə, dadını xoşladım ya xoşlamadım. Bu arada Hawaii pizzası ilk dəfə idi yeyirdim. Ona görə də sırf pendir və xəmir üzərindən istəyərdim qiymətləndirəm. Əsas olan nədir pendirdə? Pendir çox dartılsın, ağızda yayılsın. Bu faktorlar bu pizzada var idi və xəmiri də nə qalın idi, nə də çox nazik idi. Ümumi götürsək pis pizza deyildi.